Sizcə qədim Misirlinin evi yananda oradan birinci nəyi çıxarırdı? Misirlilər pişikləri o qədər sevirdilər ki, bu heyvanların təhlükəsizliyini öz evlərindən üstün tuturdular. Belə ki, evdə yanğın olanda insanlar əvvəlcə sevimli heyvanlarını xilas edib, sonra isə başqa əşyaları üçün geri qayıdırdılar. Evin pişiyi öləndə ailə qaşlarını qırxdırar və qaşlar uzanana qədər yas tutmağa davam edərdi. Qədim Misirlilərin pişiklərə belə münasibəti üçün iki səbəbi olduğuna inanılır. Birincisi, bu heyvanlar kənd təsərrüfatını gəmiricilərdən qoruyurdular. Qədim Misir cəmiyyətləri ilk növbədə aqrar idi və məhsullarını siçan və siçovul kimi zərərvericilərdən qorumaq üçün çoxsaylı çətinliklərlə üzləşirdi. Yeməyin qıt olduğu bir vaxtda pişiklər insanları aclıqdan xilas edə bilirdilər. Uzun müddət pişiklərin məhz qədim Misirdə əhəlləşdirilməsinə inanılırdı. Bu ərazilərdəki insanlar vəhşi pişiklərin gəmiriciləri ovlaya biləcəyini əslində erkən fərq etmişdilər. Beləliklə evdən kənarda heyvan üçün yemək qoyaraq pişikləri öz evlərinə cəlb etməyə başlamışdılar. Zamanla pişiklər buna öyrəşdilər, qaldılar və gəmiriciləri ovlamağa başladılar. Pişik dəbi o qədər irəli getdi ki, fermerlər, dənizçilər və hətta tacirlər öz ev pişiklərini hər yerdə özləri ilə aparırdılar. Demək olar ki, bütün Misirdə pişiklər belə ortaya çıxdı. Pişik sevgisinin ikinci səbəbi dinlə bağlıdır. Qədim Misirin bir çox tanrılarında pişik ailəsinin nümayəndəsi obrazı var idi. Məsələn, Çitaya bənzər tanrıça Mafdet Misirin ən qədim tanrılarından biri idi. İlan kimi zəhərli canlılardan qorunmaq istəyənlər ona sitayiş edirdilər və o, həm də ədaləti təmsil edirdi. Ancaq pişik şəklində olan ən məşhur ilahə Bastet idi. O, evin qoruyucusu, pislikdən və xəstəlikdən mühafizəçi idi. Pişiklərin başqa ölkələrə ticarəti və ixracı da qanunsuz idi. Pişiklər öləndə mumyalanır və sahibləri onların qəbirlərinə yemək də qoyurdular. Bəzən isə pişikləri hətta sahibləri ilə birlikdə basdırırdılar. Bəs siz pişikləri nə üçün sevirsiniz? Şərhlərdə yazın.